Nəhayət 1001 blok sahəsi iştirakçılara mühəndislik və tikinti sahəsində dərin təcrübə təklif edir. Belə ki, bloklardan istifadə edərək ziyarətçilər konstruksiyaların tikinti zamanı struktur tarazlığı və davamlılıq prinsiplərini öyrənirlər. Modelləri qurarkən ziyarətçilər ağırlıq mərkəzinə diqqət yetirərək tikintiləri optimallaşdırır və dayanıqlığını yoxlayırlar. 1001 blok sahəsi iştirakçılara mühəndislik bacarıqlarını inkişaf etdirməklə yanaşı, həm də qurduqları modelin təqdimatını edərək özlərini sahibkar kimi sınamaqlarına da imkan verir. Otağımızın qaydasına uyğun olaraq ziyarətçilər fəaliyyətdən öncə hər hansı bir hazır model görməməlidir.